Salamlayıram buradan Azərbaycan xalqını. Əziz xalqım, ümumi liderimiz Heydər Əliyev olmasaydı, bugünkü günü Azərbaycan xalqı bu cürə yaşamazdı. Özünüz də şahidsiniz ki, bütün dörd bir yanımızda dava gedir. Müharibə İranla, İsraildir, sonra Rusiya ilə Ukraynada müharibə içində yaşayır bütün ölkələr. Ancaq Azərbaycanımız görürsünüz, sakit yaşayır özümüz üçün. Dayan yox, dolaşan yox. İşimizə gedirik, gəlirik. Azərbaycan xalqı bilməlidir ki, bugünkü günü bu cürə yaşamağımızın səbəbkarı məhz Ulu Öndər və onun davamçısı möhtərəm prezidentimiz Ali Baş Komandan İlham Əliyev cənablarıdır. Bu ölkəni bu cürə sabit saxlamaq hər prezidentin işi deyil. Gör necə Azərbaycan prezidentinin apardığı siyasət gözü güldüdür ki, Azərbaycana heç kim dəyib dolaşa bilmir. Çünki nəhəng prezidentimiz İlham Əliyev cənablarından bütün ölkənin prezidentləri çəkinirlər. Ben bunu açıq deyirəm efirdə. Bütün ölkənin prezidentləri kimindən asılı olaraq bütün ölkənin prezidentləri Azərbaycan prezidentimizdən çəkinirlər ki, çünki Azərbaycana yaxınlaşmır heç bir ölkə, Azərbaycana qarşı istəyir təzyiq heç kimin ölkənin başı da deyil. Görürsünüz, sakit yaşayır da əziz qardaşlar. Yəni bundan oynasın necə olar? İranla görürsünüz də, İran müharibə içindədir, Ukrayna müharibə içindədir, amma Azərbaycanımız sabit yaşayır. Yəni ki, bu ölkəni bu cürə saxlamaq Azərbaycan prezidenti İlham Əliyev cənablarının güclü siyasətinin nəticəsidir ki, heç yandan Azərbaycana təzyiq yoxdur. Çünki bilirlər ki, nəhəng prezidentimiz İlham Əliyev cənabları, yəni ki, onlara elə göstəriş verib ki, bütün ölkənin prezidentlərini, hamısı bütün ölkənin prezidenti Azərbaycan prezidentinin qabağında acizdirlər. Bütün ölkənin prezidentləri qorxurlar, çəkinirlər İlham Əliyev cənablarımızdan, Ali Baş Komandan. Sözün deyən liderdir. At sapır bütün meydanda at sapır. Bütün sözündə deyir, Livoy ölkənin prezidentinə də öz sözün deyən prezidentimiz var bizim. Ona görə biz Azərbaycan xalqı, cənab prezidentimiz Ali Baş Komandan bir nömrəli sərkərdə, Azərbaycanın simvolu, Azərbaycanımızın simvolu İlham Əliyev cənablarına fəxrləməyə dəyər. Mən bunu deyirəm, Lənkəran sakini Rəşad Əliyev, cənab prezidentin adamı birbaşa var. Lənkəran sakini Rəşad Əliyev, cənab prezidentin adamı. Bütün sosial şəbəkələrdə də çıxışlarım gedir. 11 dənə YouTube, 11 dənə nömrədə açılıb. 11 dənə nömrədə YouTube açılıb. 11 dənə nömrədə TikTok, 11 dənə nömrədə Instagram və 11 dənə nömrədə Facebook açılıb. Bu dəqiqə bütün sosial şəbəkələrdə mənim bütün çıxışlarım gedir. Özüm də cənab prezidentin fəxri fərmanına hazırlaşıram. Bəli. Necə demişdim, o cürə Ağşəhərdə də ev veriləcək Ali Baş Komandan tərəfindən. Sibrizdə də ev nəzərdə tutulub və bahalı maşın hədiyyəsi də mənə